Bir kilo soğan, 2 kilo kartof. Başa düşmədim. Bu nə deməkdir? Hanım, ay hanım. Gününüz kaldı ya. Mənim deyil. Axırsı gününlə gələn gördün. Lazım olmadı. Bir kilo soğan, 2 kilo kartof. Allah bu hansı səviyyəsizlik, qıza bazarlıq siyasını verir. Bu qız bunun evinə bazarlıq eləyəcək. Neyse kardeş. Zamanı yok. Sağ ol, sən necəsən? Önce bu ne diyorsun kardeş? Bakma sayıda da gidersen. İşə getmişdim göyə düzəlməyə, o da alınmadı. Yakşı gene ya. İş aramızda da olarsa haberimiz olmaz ha. Başını kan görmedin hiç. Bax gör hara atırsan. Mədəniyyətsiz. Hanım, niyə təqqirə keçirsiniz? Yok yok. Hə, dayan da sən də görüm. Onu deyirəm ha. Axı mən nəyə görə səviyyəsizlərdən kəlmə kəsirəm? Hı, gördün, gördün. Kimdi o? Evet gördün, belələrin zamanın yerində vermək lazımdır. Abi sen kimdin? Kimdir, mən fərqi yoxdur. Kim olur olsun. Ha İsmail Sadiq'in anasıdır. Məzələnmə, o ola bilməz. Ha, bu olsun oydu. Mənim canıma yan düşsün, öz canıma yan düşsün ha. Ya mən canımı çöldən tapmışam. Belə işi vaxtında deyərdin. İmkan verdin ki demeye. Sən mən canıma öz aramızda qalsın. Yəni İsmailə bildirmə. Ha mesela sen kişi oluyor. Kimə səs atırsan? Ha İsmail bizden ol kardeş. Allah sen gelecek kaynamamı tekbir eder. Özde bir tane de kardeş. Sen öyle söylüyorsun biri bir Abi geçsin. danışmadı və demədiyim şey demək etsən. Belə işə vaxt mən söz söyləmişəm. Arkadaş bir sende var. O gün ürəyim ağrıydı, həkimə getmişdim. Orada mənə dedi ki, ürəyini sizə saxlamadı, böyrələrin atqaz edir. Yoxsa bir ki, mən sizi saxlayamam. Hə, yaxşı, başa düşdüm. Ay, Başlayın. yok, sizlə başlayayım. Oralar ben fikirliyəm. Gedək mən sizə yeni bir kofe alım. Yok, ehtiyac yoxdur, çox sağ olun. Onda mən sizi kofe içməyə dəvət edeyim. Həm tanışmış olarıq, həm də fikriniz dağılar. Olar. Haradasan ha? Bayaqdan səni gözləyirəm. Hə, bilmirsən ki, bu vaxt xat səhər yer. O hər neysə, köç otur, sənə deyəcəklərim bu. Hə, de gəlsin. Allah deməzsən ki, İsmailin istədiyin qızın dalınca başqa biri düşüb. Mözələnmə, kimdir elə? Kim olduğunu bilmirəm, amma xəstənin biri qıza bazarlıq siyasi verir. Qız da onu çox əsəbləşmişdi. Ey dünya, cavanların zibili çıxıb indi. Allah haqqı. Hə, belə gedir, gələcəkdə bilirsən nə olacaq? Qızlar elçi göndərəcək oğlanlara. Yəni, vəziyyət belədir. Amma neynəsəm buralara uyğunlaşa bilmirəm. Mən də əvvəl sənin kimi idim. Amma sonradan anladım ki, insan bir müddət keçəndən sonra hər şey alışılır. İnanmıram. Mənim həyatım tam fərqlidir. Bundan düz 3 il əvvəl bizim turizm şirkətimiz var idi. Ölkədə tanınan şirkətlərdən idi. Əvvəl hər şey qaydasında idi. Hətta ikinci şirkət açmağı planlaşdırırdı. Amma tam inandığı insanları dinləyərək bu fikirdən vazgeçdi. Şirkəti bir ay boyu bankdan böyük bir məbləğdə pul götürdü. Tamamilə yeni bir sahəyə yatıracaqdı. Həmin o inandığı adamlar da pul götürüb aradan çıxdılar. Biz borcu ödəyə bilmədiyimiz üçün şirkət də aldılar əlimizdən, evimizdə. Elə ona görə də bu günə kimi kirayələrdə qalmışıq. Oyda, mən də elə bilirdim ən böyük dörd bizdədir. Amma ən azından bizim öz evimiz var. Ona görə ürəyini bu sıxını saxla. Bundan sonra mən yanındayım. Qonşu qızı. Bəli, buyur. Mən Sən?
Mən sənə üzr istəyirəm. Səbəb? Keçən dəfə bir uşaq sənə məktubdan gül gətirmişdi. Onu mən vermişdim. Sən dəlisən, gicsən, ya nəsən? Yox, sadəcə Başa düşürəm. Xoşun gəlib güllə məktub göndərmisən. Görmüşük ki, məktuba xoş sözlər yazarlar, sevgi sözləri yazarlar. Mənim anlamadığım odur ki, niyə məhz bazarlıq siyahısı? Nə gözləyirdin? Sənə o siyahıdakiləri alıb gətirəcəyimi? Bəyəmsizdə sevgini belə etiraf edirlər. yox əlbəttə ki. Mən sadəcə sənə verəcəyim məktubla bazarlıq siyahısını qarışdırmışam. Əslində sənə vermək istədiyim kağız bu idi. Amma yəqin ki, son anlardan sonra götürmək istəmərsən. Yox, əksinə mənə maraqlıdır. Görün bazarlıq siyahısından sonra onun içində sən nə yazmısan? Amma indi oxuma. Sadəcə bunu bil ki, mən səni sevirəm. Sən hardasa işləyirsən? Yox, işləmirəm. Video blogeram. TikTokda falan özüm üçün videolar çəkirəm. Saydı nə avarasan ki? Avara niyə? Bəyəm video çəkənlərin hamısı avaradır? Hamısını deməzdim, amma çoxu hə. Əgər sən orada pul qazanmırsansa, işləmə əvəzinə boş-boş videolar çəkirsənsə, onda sən avara sayılırsın. Avara deyirsən, qoy olsun avara. Bəyəm indi avara sevə bilməz? Sevə bilər, amma sevilməz. Kimin neyinə lazım deyə gəlir yeri olmayan, pul qazanmayan, pul lazım olanda, mama, baba, mənə 5 manat ver, şəhərə gəzməyə çıxıram. Hələ öz xərcini görə bilməyəni kim sevməlidir? Bağışla, amma sırf buna görə mənim avara ilə işim ola bilməz. Saçın ucun hörmezler, günü solu vermezler, sar gelin. Saçın ucun hörmezler, günü solu vermezler, sar gelin. Bu sevdana sevdadır, seni bana vermezler. Neynim aman aman, neynim aman aman, sar gelin. Bu sevdana düz deyirdi ala. Ala sən kimsən, mən kim ala? seni bana vermezler. Neynim aman aman, neynim aman aman, sar gelin. Bu sevdana sevdadır, seni bana vermezler. Neynim aman aman, neynim aman aman, sar gelin, sar gelin. Daha telefonlarımı da atmırsan. Yəqin görməmişəm. Niye ağlıyorsan? Ağlamıram, gözümə toz falan qaçıb yəqin ki. Bilirdim ki burada olacaqsın. Sən uşaq vaxtı belə idin. Kimsə xətrivə deyən kimi gələrdim bura, ağlayıb sızlayardım. İndi ala uşaqlıq dostundan söz güzəlsən. De gör nə olur. Qonşu qızı ilə bugün üzdə danışdım. Kağıza görə üzr istədim. Dedim vərəqlər qarışıb. Yazdığım kağızı da ona verdim. Ona sevgimi etiraf elədim. O isə işimi soruşdu. Avarasan dedi. Avara ilə işim olmaz dedi. Avara sevər, amma sevilməz dedi. Qardaşım, benim avaranın rəyi yoxdur. Onun sevməyə, sevilməyə haqqı yoxdur. Heç kim mənim qardaşımın xətrinə deyə bilməz. Qaldı ki, sevib sevilməyə hər kəsin haqqı var. Buna görə sən heç kiməsinə deyə bilməz. Olanların heyfini isə o qızın yanında buraxmayacaq. Mənə də Roma deyərlər, ala. Oymanam qardaşımın xətrinə kimsə deyir.